Salam əziz izləyicilər. Heç düşünmüsünüz səs necə yaranır? Bunu kiçik bir təcrübə ilə aydınlaşdıraq. Əlinizi boğazınıza qoyub mənimlə birlikdə zzz səsini çıxarın. Bu zaman boğazınızda yüngül bir hərəkət hiss etdiniz. Hiss etdiyiniz bu hərəkət titrəmə adlanır. Səs cisimlərin titrəməsi nəticəsində yaranır. Titrəyən cisim ətrafdakı havanı hərəkətə gətirir və bu hərəkət səs kimi eşidilir. Səs cisimlərin çox sürətlə irəli-geri hərəkət etməsi, yəni titrəməsi nəticəsində yaranır. İnsan danışarkən səs telləri titrəyir. Musiqi alətlərində isə səs ya titrəyən simlərdən, ya da hərəkətə gətirilmiş havadan əmələ gəlir. Bunun nəticəsində biz danışa bilirik. Musiqi alətlərində isə mahnı ifa etmək mümkün olur. Əziz izləyicilər, bugünkü dərsimizin adı nəfəsdən səsədir. İnsanlar səslərdən istifadə etməyi və onları idarə etməyi 1000 illər əvvəl öyrənmişlər. Ekranda gördüyünüz isə dünyanın ən qədim fleytalarından biridir. Ayı sümüyündən hazırlanmış bu qədim alətin üzərindəki dəliklər fərqli səslər çıxarmaq üçün açılmışdır. Biz də bugün qədim dövrlərdən bizə gəlib çatan musiqi alətlərindən biri olan fleytanı düzəldəcəyik. İstifadə edəcəyimiz ləvazimatlar bunlardır. 5 ədəd şirə çöpü, xətkeş, qayçı, plastilin, rəngli flomasterlər, 2 zolaq karton, yapışqan lent. Biz ekranda gördüyünüz formada fleyta hazırlayacağıq. Gördüyünüz kimi şirə çöpləri uyğun ölçülərdə kəsilməlidir. Bizim çöplərimizin ölçüləri belə olacaq. Ən uzun çöpümüz 17 sm, növbətiləri isə hər biri 2 sm qısalaraq 15 sm, 13 sm, 11 sm və sonuncu 9 sm olmalıdır. İlk öncə kəsilən çöplərdə yaranan səsləri yoxlayaq. Uzunluğa görə səsin necə dəyişdiyini müşahidə edərək onları istədiyiniz ölçüdə kəsə bilərsiniz. Səsin daha aydın alınması üçün çöplərin alt hissəsini plastilinlə bağlamaq olar. Çöplərin alt hissəsinin plastilinlə bağlanması hava sütununun qapalı qalmasını təmin edir. Bu da səsin daha aydın eşidilməsinə kömək edəcək.
İndi isə fleytanın sabitliyini təmin etmək üçün 2 ədəd karton zolaq götürüb onları istədiyimiz şəkildə bəzəyə bilərik. Mən musiqi notları ilə bəzəyəcəm. Karton zolaqlarının birinin üzərinə 200-lü yapışqan lent yapışdıraq. Daha sonra çöpləri ən uzundan ən qısaya doğru yan-yana düzürük. Çöplərin üst hissələrinin eyni xətt üzrə yerləşməsinə diqqət yetirin. İndi isə ikinci bəzədiyimiz karton zolağı çöplərin üzərinə yapışdırırıq. Çöplərimiz tərpənmir və alətimiz hazırdır. Son olaraq hər çöpün üzərinə soldan sağa doğru 1, 2, 3, 4, 5 rəqəmlərini yazaq. Bu rəqəmlər bizim notlarımızı əvəz edəcəklər. Fleytamız hazırdır. Alətimiz həm gözəl görünür, həm də musiqi ifa etməyə hazırdır. İndi isə gəlin alətimizi səsləndirək. Fleytanın yuxarı hissəsini alt dodağa yaxınlaşdıraraq üfüqi şəkildə çöplərin üzərinə havanı üfürək. Səsləndirdiyimiz zaman ən uzun və ən qısa çöpdən necə səs çıxdığını müşahidə edin. Eşitdiyimiz kimi çöp nə qədər uzun olsa, səs o qədər qalın, nə qədər qısa olsa, səs o qədər incə çıxır. Çünki qısa çöpün içindəki hava daha tez-tez titrəyir. İndi isə siz də öz fleytanızda bu səsləri yoxlayın. Fərqli rəqəmlərlə kiçik melodiyalar qurun və ifa etməyə çalışın. Növbəti dərsdə görüşənədək. Hələlik!